Nazirliyin 112 qaynar xidmətinə daxil olmuş zəng əsasında Binəqədi rayonu İsrafil Həşimov küçəsində gördüyünüz kimi köhnə kürsülü taxta konstruksiyadan ibarət tikilidə yanğın haqqında məlumat daxil olmuşdur. Dərhal 12:38-də müdaxilə etmək şərti ilə yanğının mühafizə xidməti, çevik və xüsusi riskli şəxsi heyətinin sahəsində yanğının qarşısı alınmışdır. Hal-hazırda bəzi ərazilərdə yanğın tüstülənmələr müşahidə olunsa da yanğının söndürülməsi işləri başa çatmışdır. Xəsarət alan bizim əməkdaşlardan yüngül xəsarətlərdir, elə bir ciddi xəsarət yoxdur. Vətəndaşlar tərəfindən heç bir xəsarət yoxdur. Yanğın ərazisi təxminən ümumi sahəsi 1000 kvadrat olsa da yanğının sahəsi 400 kvadrat metrdə əhatə eləmişdir. Bəs digər obyektlərə, evlərə? Xeyr, mühafizə olunub 1000 kvadratlıq sahənin 400 kvadratı yəni. Yəni yerdə qalan tikililər, yaxınlıqda olan evlər, həyət evləri, həmçinin də Sosial Müdafiə Nazirliyi gördüyünüz kimi binası da mühafizə olunur. Səbəbi bəs varmı? Onu araşdırılacaq, əlavə sizə məlumat veriləcək. Qərargah rəisi İlqar Nəsibov. Ağaçlıq yanır mı? Ağaçlıq. Təbiətə dəyən də ziyan, vətəndaşlara dəyən də ziyan müəyyənləşdirəcək, sizə əlavə məlumat veriləcək. Sizin əməkdaşlarından neçə nəfər? 2 nəfər əməkdaşdır, yüngül xəsarətlərdir. Onlarda ayağı qırıldığı deyilir bir əməkdaş. yüngül xəsarətlərdir. Əlavə nəsə lazım olsa məlumat veriləcək.